Axşamınız xeyir. Axşamınız xeyir. Bacım uşağı yatızdırır. Nəsə lazım idi sizə? Yox, mən Toğrul müəllim göndərdi. Lalə xanım bugündən bizim ailənin üzvüdür dedi. Qutunu verəndə elə deyərsiniz. Toğrul müəllim elə tapşır. Yaxşı, narahat olmayın deyərəm. Sağlıqla, xeyir işlətsin. Sağ olun. Ləman, nə? Biraz uşağa baxa bilərsən. Mən gedim yemək yeyim, acımışam. Ha, get sən ye, narahat olma. Sən yeməyəcəksən? Yox, mən acı deyiləm. Get. Bayaq gələn kim idi? Xalam idi. Uşağı soruşur. Yaxşı. Deyirəm Toğrul bəy halaldır da. Yəni o qədər olanlardan sonra burada qalmağına icazə verdi. Hə, düzdür. Amma çox yaraşıqlıdır, hə? Düzdür, mənim zövqümcə deyil. Bəs səncə? Toğrul bəy yaraşıqlı deyə yaraşıqlı olmağına. Amma bunun bizə nə aidiyyatı var ki? Yox, yəni mən elə belə dedim. Nəysə, mən gedib özümə çay süzəcəm, istəyirsən? Yox, çox sağ ol. Axşamınız xeyir. Axşamınız xeyir. Əgər narahat eləmirəmsə, bir şey deyə bilərəm. Buyurun. Lalə verdiyiniz hədiyyəni qəbul eləmədi. Yəni məndən istədi ki, sizə bunu geri qaytarım. Əri görsə düzgün çıxmaz. Yəni evli qadına başqa bir kişinin hədiyyə göndərməyi problem yarada bilər. Nə demək istəyirsiniz? Mən hədiyyəni Laləyə pis niyyətdən almamışam ki. Burada yaxşı baxdığına görə almışam. Burada böyüdəcək bir şey yoxdur. Yox, mən başa düşürəm. Bilirəm ki, niyyətiniz pis deyil. Sadəcə vəziyyəti başa salıb bunu geri qaytarmaq istədim sizə. Ləman.
Ləman, Nurlan bayaqdan zəng eləyir. Hə, əmi oğlu Nurlan zəng eləyib baxaq görək nə deyir. Gecəniz xeyrə. Gəl. Lalə. Özüm orada elə dedim. Toğrul bəylə Nurlanın atasının arası yaxşı deyil. Özüm elə dedim ki, yəni səhv başa düşməsin. Sən də elə gəlirsən ki, mənə bax, bir də belə bir şey olsa telefon səssiz al, yaxşı? 10 dəfə zəng eləyib, əl çəkmir bu da. Mən baxmaq istəyirəm. Hə, Nurlan. Şükür Ləman xanım, şükür. Şükür səsinizi eşitdik. Telefonu niyə açmırsan, hə? Niyə mənim əsəblərimdən oynayırsan? Mənə bax. Sən Toğrul gildəsən deyə məni saymırsan, hə? Mən sənə dedim axı bir də mənə zəng eləmə. Niyə zəng eləyirsən, hə? Bu nə danışıqdır? Zəng eləmə nədir? İstəmirəm də Nurlan. Səninlə danışmaq istəmirəm. Mən sənə keçən dəfə də dedim ki, hər şey bitdi. Yaxşı Ləman. Gəl yarım saata görüşək. Sənə sözüm var. Görə indi bundan sonra belə deyəcəksən ya yox. Nurlan, istəmirəm. Başa düşürsən? İstəmirəm. Ləman. Elə eləmə ki, gəlim o xarabaya səni biabır eləyim. Yaxşı? Mənə bax, axmaqlıq eləmə. Mən deyəcəyimi dedim. Ya yarım saata bura gəlirsən, ya da ki, günah məndən getdi. Bilirsən ki, dediyimi eləyənəm. Yaxşı. Yaxşı, gələcəm. Allah məni alsın sənin əlindən Nurlan. Allah eləməsin, Allah eləməsin. Ölmə hələ. Yaxşı, yarım saata gözləyirəm. Gəl bura. Yaxşı da, yaxşı. Başa düşdüm. Nə deyirdi? Heç nəyə deyəcək, gic-gic danışırdı. Mən gedirəm yatmağa. Belə tez. Görmürsən, əsəbləşdirdi məni, başımın ağrısı qalxdı. Gedim yatım, özümə gəlim biraz. Sən də yat, gecən xeyrə. Xeyrə olsun. Ay qız, neyinirsən? Heç nə, neyniyəcəm? Sən də elə suallar verirsən ki. Gəl keç biraz mətbəxə kömək elə. Toy toğlusu kimi az fırlan ortalıqda. Gəl. Sən də bir işin qulpundan yapış da. Xeyirdir, gecə vaxtı. Xeyirdir. Sabahın yeməklərinin ərzaqlarını hazırlamaq lazımdır ki, əl atanda hazır olsun. Sən bu işləri görməliydin, çoxdan bilməliydin. Anam fərsiz böyüdüb də sizi. Olardın mənim qızım. Görsənə nələr öyrədərdim. Dənən dayı Allah üzümə baxıb da. Mənim yuxum gəlir. Mən gedim yatım, sabah kömək eləyərəm də, yaxşı. Ay qız, kim olar bu vaxtı? Mən nə bilim, mən də sənin yanındayım da. Yaxşı, ay qız, dur get gör kimdir. Dili məni yeyir. Aytən aşağı, aytən yuxarı. Gel geç içeri geç. Gel hoş geldin. Hoş bulduk. Necə gəldin belə? Yaxşı gəl. Gördüm təəccübləndim səni. O türklər deməli şaşırdım.
Sən qalxma yuxarı gözlə, keçmə içəri. Gedim Solmaz xalaya muştuluğumu verim, şirinliyimi alım, gəlim. Yaxşı? Gözlə. Solmaz xala! Hoş geldin. Xoş geldin. Sami, hoş geldin. Xoş geldin. Necəsən? Necəsən? Sağ ol, yaxşıyam. Sən necəsən? Yaxşıyam, sağ ol. Bildin də verəcəm muştuluğunu bir bırak yedim. Verəsən də git. Yaxşı, verəcəm də bir qoy görüm nə olub. Yaxşı, açıram gözlərini. Hə, aç görüm. Sürpriz! Ana gözlərinə qurban. Ana boyuna qurban. Allaha şükür. Nə yaxşı gəlmisən. Solmaz xala. Sən darıxırdın, mən də gəldim də. Nədir? Muştuluğumu ver. Hə, yaxşı verərəm, yuxarıda verərəm. Haçanı, indi ver. Ay qız indi üstümdə yoxdur da verərəm. Soğan olsun, nəqd olsun. At kartıma. At kartıma. Çəkməyəcək, el çəkməyəcək. Dayan görüm. Ay. Budur kartın. Görüyorsun benden. Muştuluğumu ver. Attım. Sağ ol, indi qucaqlaşın. Sənin qurban olaram. Başına dönüm. Gəl çıx da, gəl çıx da. Ləman xanım, yarım saat deyib, niyə 2 saata gəlirsən? Sən niyə məni başa düşmürsən axı? Ləman, evlən məndən. Bu nədir? Hı? Budur mənə layiq gördüyün üzük. Bu nazik üzük. Başqa vaxt deyirsən elə sevirəm, belə sevirəm. Nədir də bu? Başa düşmədim, mi? Mən sənin üçün bu qədər şeylər eləyim. Sənin dediyin sözə bax da. Sağ ol da, Ləman. Ləman. Gəl sabah gedək nikaha, hə? Nə? Nikaha. Başına hava gəlibsən, nə danışırsan? Sənin atan ağzına gələn dediyi mənə mağazada. Mən səni başa düşmürəm, hə? Ay qız demədin, üzük al gətir, hə? Aldım, gətirdim də. Hələ sənə evlilik də təklif eləyirəm. Mən bilmirəm, bundan artıq sənə neyniyim. Ha, bunu heç kim eləmir, Yox, sənə nəsə olub. Sən dəyişmişsən. Belə də ki, fikrimi dəyişmişəm. Həmişə fikrini dəyişən sən olmayacaqsan ki. Səni istəmirəm. Aman. Səs tonuna fikir ver. Yaxşı? Bir də məndən belə danış. İstəmirəm də səni. İstəmirəm. Niyə başa düşmürsən? Əl çək məndən. Səni istəmirəm.
Yaxşı Ləman xanım. Biz görüşəcəyik sonra. Görüşəcəyik. Yaxşı ki gəldin. Sənsiz buraların tadı tuzu yox idi. Sağ ol qardaşım. Sağ ol, ayəs olmaz xalam. Nasılsın? Əskərik də bitdi, dərs də bitdi. İndi neyinəmə fikrim var? Biraz dincəlim. Baxaq görək də. Bir neçə şey fikirləşmişəm. İnşallah yaxşı olar. Xeyirli olsun. Nə lazım olsa qardaşım buradadır da. Yaxşı? Ana gözlərinə qurban. Ürəyimə danmışdı ki, gələcəksən. Solmaz xala. Bəli. Qızlara de ki, gecə vaxtı çölə çıxmasınlar. Nə lazımsa Əhmədə desinlər, həll eləsin. Kim çıxıb ki? Lalənin bacısı. Ləmanı mən qonşuya göndərmişdim, bir şey var idi ona görə. Oldu. Tapşıraram, bir də çıxmazlar. Hoş olsun. Hə, Nuray, gəl. Görüşmüşsünüz də yəqin. Hə, bir görüşmüşük. Lap yaxşı. Neynəmsən bugün? Heç nerə, bütün gün evdəydim. Nə olub? Niyə belə girirsən? Elə gəlirsən ki, elə bir dünya dağılır. Ay qız. Haradaydın? Evdə. Ləman. Məni gic yerinə qoyma. De görüm, haradaydın? Harda olacağımı deyirəm də, evdəydim, otaqdaydım. Ay qız. Ona bax, gözümün içinə baxa-baxa gör necə yalan danışır. Toğrul sən içəri girəndə görüb. Toğrul məni güldü. Toğrul evinə gələn gedən hamı ilə maraqlanır. Ləman, Toğrulun diqqətini özümə cəlb eləyim deyə hərəkət eləyirsən. Amma başa düşmüşsən ki, özünü də bizi də zibilə salırsan. İndi də görüm haradaydın. Nurlanla görüşməyə getmişdim. Səni zəlil qalma. Səni demədim o gədə ilə görüşmə. Neyini? Başqa çarəm yox idi. Mənə dedi ki, əgər görüşə gəlməsən, gəl bura xalan da sən də biabr eləyəcəm. Qəllət eləyir. Allah vurub onu. Ona bir toy tutaran ki. Ləman, axırıncı dəfə olsun. Toğrul ya kimsə bu evdən eşitsə, onda qanın getdi. Bax, onda it də getdi, ip də getdi. Of. Neyniyim, getdim deməyə ki, əl çəksin məndən, məni dayı axtarmasın. Bundan artıq neyniyim? Vaxtında elədiyin zibillərdir də, indi qarşına çıxır. Bax, sənə sonuncu dəfə deyirəm, özünü yığışdır. Eşitdin məni? Yaxşı da yaxşı, başa düşdüm. Yaxşı, mənə bir sözün yoxdursa mən gedim yatım. Hə, get əzizim, get. Gecəniz xeyrə. Gecə qarşı. Axşamınız xeyir. Axşamın xeyir. Hə, necəsən, necə gəldin? Yaxşı gəldim. Sən necəsən, nə edirsən? İşlərin necədir? Yaxşıyam mən də, eyni. Əsas da görüm, Lalə necədir? Pis deyil, yaxşıdır. Yazıq qız. Öz dərdi ilə. Bütün günü belə. Çətindir. Amma indi daha yaxşıdır. Balaca Muradla başını qatır.
Yaxşı, gecəniz xeyrə qalsın. Gecən xeyir. Aa kızım. Ay şirinim. Ay şekerim. Qarnın toxdur, yaman sakitsən ha. Hə? Lalə hanı? Bilmirəm, Toğrul müəllim gəldi, ondan harasa getdilər. Başa düşmədim, necə yəni? Vallahi Toğrul müəllim dedi ki, sən biraz uşağa bax, biz də gəlirik. Yaxşı. Mən də baxıram. Hə, baxıram mən də. Mən də buna baxıram. Allah rəhmət eləsin. Nə evə gəlir, nə qəbir üstə gəlir. Yazıq uşağın qəbri qalıb orada. Bilmirəm nə görüb o evdə. Güya kişinin qızı orada istirahət eləyəcək, dincələcək, başı ayılacaq. Sanatoriya zaddır. Ana, nə dincəlməyi? Məsələ sən dincəlmək nədir? Torunun yetimçəsinə analıq, nədir o? Süd analıq eləyir. Nə? Nə danışırsan? Bu da təzə xəbər. Sən hardan bildin? Mən də dünən öyrənmişim. Biz səndən icazə zad almışdılar. Mən başa düşmürəm, sən ərsən, yoxsa müqəvva? Bir iş görəndə gəlib ərdən icazə almazlar. Ana, neynirlər eləsinlər? Bircə mənə bezdirməsinlər, sən al. Gözləri süzdürməyə üstümə. Mən sənə demişdim ki, o qız evdə oturub ərinə qulluq eləyən qız deyil. Sözə baxan qız deyil o, demişdim sənə. Gəl sən Allah, neynirlər? Həs olmaz. Eşidirəm. Yeni yatmışdın? Yox, nə yatmaq, nə danışırsan, yatmaq. Dörd gözlə oturub sənin zəngin gözləyirəm. Heç gözümü də qırpmamışam. Yaxşı, yekə kişisən, şiddi eləmə. Bu Ləmanın köhnə sevgilisi var ha. Bu bizi zibilə salacaq. Nurlan? O yeri soğanı. Sən ondan narahat olma. O dədəsindən it kimi qorxur. Atasının icazəsi olmasa o çölə çıxan deyil. Ləmanın dalınca düşəndi o. Nə danışırsan? Dünən 50 dəfə zəng eləyib qıza. Qıza 50 dəfə zəng eləyib qorxudub ki, gələrəm ora. Şərəfsizə bax, sən. Quduru bey. Atası deyirsən. Get ağzının payını ver də. Yoxsa bütün hər şey əlimizdən çıxacaq. Sən narahat olmaz. O mənlikdir. Dəqiq həll edə biləcəksən. Dedim ki, eləyəcəm də. Sən də məni lap fərsiz hesab edirsən. Dedimsə, deməli eləyəcəm. Neysə, yaxşı görək də. Sağ ol. İtin qızına bax, mən üzümə ad boy verir. Eyb yoxdur. Qoy, Ləmanın işi düzəlsin. Sənin ipini mən yığaram. Neynək? Kimlə danışırdın? Heç kimlə. Danışırdın axı. De görüm. Dedim heç kimlə də. Meyvələrdən 3 meyvə var. Üçü də balam yeməliyim. Biri alma, biri heyva, biri nar. Sabahınız xeyir. Sabahınız xeyir.
Nar yeyirsiniz? Yox, çox sağ olun. Öz bağımızdandır. Yox, sağ olun. Nuş olsun sizə. Sağ ol. Mən bir şey soruşmaq istəyirdim sizdən. Bilmirsiniz Toğrul bəylə Layla hara gedib? Bilmirəm ki, Toğrul müəllim açarı aldı, özü sürdü getdi. Başa düşdüm. Çox sağ olun. Sağ ol. Əhməd, maşını düzdürərsən də. Oldu müəllim. Sabahınız xeyir. Sabahınız xeyir. Hardasan Layla? Qızımın yanına getmişdik. Bəs gedəndə xəbər elə də, mən narahat qalıram axı səndən. Toğrul bəy apardı səni? Hə. Qızımın qəbrinə güllər əkdik. Bilmirəm hardan bilib ki, mən ora güllər əkmək istəyirəm. Elə qəşəng oldu ki, çiçək bağçasına oxşayır. Qızım rahat yatacaq. Ay valla, niyə belə tez oyanırsan? Biraz yatardın da, yol yorulmuşsan. Yo, yorğun deyiləm. Birazdan çıxacağam. Kəş gəldiyin əvvəldən. Yaxşı qarşılayardım səni. Heç ürəyimcə olmadı. Ay ana, bundan sonra buradayam da. Ürəyini niyə çıxsan ki? İşte. Bir də bir söz deyim, İndi sən bundan sonra bütün gün məni nəzarət eləyəcəksən. Nə demək istəyirsən? Yəni, üzünü gec-gec görəcəm də, hə? Ay ana, elə demə də. Onun üçün də çox darıxmışam axı. Canın yanmasın sən. Ləman, sabahın xeyir, necəsən? Sabahın xeyir, yaxşıyam. Sən necəsən? Sağ ol, mən də yaxşı. Mən gedim, danışarıq da. Otobüsdəkən çay çörək yeyic, sonra gedərsən. Yo, gedim. Sağ ol, görüşərik, danışarıq. Yaxşı üzünə. Sağ ol. Həmişə də evdən aşı çıxır. Sənə nə oldu? Sən bəs bu Toğrulun nə sevdiyini, nələr xoşladığını mənə öyrədəcəkdin. Nə oldu? Mən hələ də gözləyirəm. Nədir, vurulmusan? Ona görə yox. Səhər Toğrul Laylən qəbristanlığa aparıb. Mən başa düşmürəm, bunu Layləyə gözüm düşüb ki, bəyəm. Sənin başın işləyir. Hı? Lalə ərdədir, ailəlidir. Mən demirəm ki, mənim bacım nəsə eləyir, amma bu Toğrulun hərəkətlərindən gözüm su içmir. Bildim. Qısqanırsan. Ay qız. Kişidir də. Kişi arvadsız qalanda gözü orada burada qalır. Sən də elə ki, onun gözü də, başı da, ürəyi də səndə qalsın. Küs sənin oğlun yanağından. Bu gözəllikdə yapışımsan o doydağa oxşayan Nurlanın yaxasından. Hə də mən də ona görə deyirəm ki, mənə öyrət də nə etməliyəm, necə eləməliyəm. Bir də ki, mən bu Toğrulun Layləyə aldığı hədiyyəni qaytardım özünə, qızılı. Başın xarab olub sənin, hə? Hədiyyə olunan qızılı geri qaytarmışsan. Bilirsən indi qızılın qramı neçəyədir? Günü gündən də qalxır qiyməti. Hə, neyniyəydim? Verəydim Layləyə, Toğrul da ki, Laylə hədiyyəsini qəbul edib deyə sonra əl çəkməzdi ondan. Onu istəyirsən? Yox, balım. Lazım olanda istəyəndə başımı işlədirsən. Düz eləmsən. Ayım.
Çok baba. Büyümüştü işe. Göbeğe düşmüştü balamın. Çürgün beni. Büyümüştü balam. Çok. Lalə, nəsə kömək lazımdır? Ayten, ne yaxşı gəlmisən. 5 dəqiqə uşağa baxa bilərsən? Nəsə olur? Xavər xanımın yanına gedirəm. Hələ otağında da çıxmayıb. Bəs Toğrul bəy hardadır? Toğrul bəy neynirsən? Muradla bağlı bir şey deyəcəm. Çöldədir. Yaxşı. Sən bax gəlirəm, yaxşı? Yaxşı. Hər işlərini gördürürlər, bir dənə maaşımı qaldırmırlar. Can, hay can. Qaldırmırlar da maaşımı qaldırmırlar. Görüm. O belə. Ay can. Yenə qaldıq səninlə mən. Qaldıq ikimiz. Uşağın göbəyini ağacın altında bastıranda deyirlər gələcəyi yaxşı olur. Kim deyir elə? Böyüklər. Mən də qızımın göbəyini məktəbin həyətində bastırmışdım. Onun məktəbə getməyini, dərslərini yaxşı oxumağını elə çox istəyirdim ki. Yaxşısan. Qızım üçün darıxıram. Sabahınız xeyir Xavər xanım. Sabahın xeyir. Xavər xanım, xalam soruşur ki, əgər istəyirsinizsə, yeməyinizlə çayınızı otağınıza gətirək. Sizi də başa düşürəm. Uşağı anasız böyütmək də çətindir. Düzdür. Amma sən ona çox yaxşı baxırsan. Elə şirindi ki, Murad. Deyirdim ki, mələkdən sonra heç bir uşağa yaxın dura bilmərəm. Amma Murad başqadır. Can yoldaşı olmuşuq biz onunla. Sağ ol Lalə. Hər şeyə görə çox sağ ol. Deyirəm, bəlkə sən özün bastırasan. Atası sizsiz axı. Olsun. Ona analıq eləyən də sənsən axı. Xavər xanım. Qız da öz başınalığa baxır. Uşağın göbəyə düşüb birinci mənə demir. Bu evdə böyüyə hörmət yoxdur da. Aşağıda çay içəcəm, yemək yemirəm. Aldım. Ümid eləyirəm bəxti gözəl olar. Amin. Mən gedim Muradın yanına.
Təkdir. Hə? Sağ ol. Geç olmasa de ki düşsün həyətə bir iki dənə cücə kəsdirsin. Gün ortaya çolpa pişirsin. Sən eşitmirsən nə deyirəm? Eşitdim. Üzr istəyirəm. Deyərəm. Hər öz bir cürəsiz. Sənin də başın sevgidən uçub deyilsən. Ay qız. Sən nişanlıydın. Xeyr, nişanlı deyiləm. Eşitmişdim ki, yüzüğü taxılacaq. Yox? Xeyr. Get de get. Ne olursa hayırlısı olsun get. Tuğrul! Ayla ana, Sən niyə elə işə getməmisən? gedəcəm atamı gözləyirəm gəlsin. Otur işləyim. Eşitirəm onu. Səhər Lale ilə hara getmişdiniz? Qızının qəbri üstünə aparmışdım. Sən niyə yaparsan ki? Baxçı dünən dedi ki, uşağın qəbrinə gül əkmək istəyirmiş. Mən də ona görə apardım. Deyirsən, əri buna baxmır. Əş, ərin olmağındansa olmamaq daha yaxşıdır. Əri nereden tanıyırsan? Xəstəxanada görmüşdüm. Əslində yaxşı eləyirsən də. Savab işdir. Xavərin oğlu elə olmalıdır. Ana, siz yenə də onun ehtiyaclarını əski eləməyin. Yaxşı. Sən narahat ol. Yaxşı, gedim. Atam da gəlsin gedək. Görüşərik. Sağ salamat. Xoş gəldin. Xoş gördük. Bizcə bu işləri həll eləyim. Ondan sonra hər şey yaxşı olacaq. Sən əsas Toğrulun danış. Toğrul bizə hə desə, heç kim bizə qarışa bilməz. Anam Gül Bakıya gələcək. İcazənizlə istəyirəm sizlə də tanış eləyim. Xeyir bir iş üçün. Bu qız ayaq altında dolanmasın. Köməyə ehtiyacınız varsa, deyin, köməkçi tutaq. Xavər Toğruldan sənin bir çıxdığını gördü. İndi bir müddət Toğruldan aralı durmalısan. Xavəri inandırmalıyıq ki, biz onun dediyinə əməl edirik.